Salam əziz coğrafiyasevərlər, mən Tərlan Rəcəb Aliyev. Bugün sizlərə Azərbaycan Respublikasının fiziki coğrafi rayonlaşdırılması mövzusunu 2025 DİM test toplusundan izah edəcəm. Birinci sual nizamına başlayaq. Böyük Qafqaz təbii vilayətində olan su anbarları. Xəritədə gördüyünüz bu ərazi Böyük Qafqaz vilayətidir. Həmin əraziyə uyğun gələn su anbarlarını təqdim edək. 8 rəqəmi ilə Noğul Qışlaq su anbarı Qəbələdə yerləşir və o, bu arada Vəndəm çayı və Dəmrəparan çayı ilə qidalanır. Böyük Qafqaz vilayətində digər su anbarları İsmailidəki 10 Aşıq Bayramlı, 11 Yekəxana. Hər ikisi Dəvəbatan çayında yaradılmışdır. Bundan əlavə, Böyük Qafqaz vilayətində məcradan kənarda yerləşən su anbarlarını qeyd edə bilərik. Bunlara Şabrandakı Taxta körpünü və Abşeronda yerləşən Ceyranbatan su anbarını qeyd edə bilərik. Məhz bu su anbarları isə Samur çayından çəkilən Samur-Abşeron kanalına qidalanır. Doğru cavab D variantı. Test 2. Azərbaycan Respublikasının fiziki coğrafi vilayətləri. Respublika ərazisi 5 fiziki coğrafi vilayətə ayrılır. Böyük Qafqaz vilayəti, Kürdağ-Arası vilayət, Kiçik Qafqaz vilayəti, Lənkəran vilayəti və Orta Araz vilayəti. Doğru cavab E variantı. Məlumat olsun deyənə onu da qeyd edək ki, fiziki coğrafi rayonlaşdırma zamanı ölkə ərazisi 2 fiziki ölkə ərazisinə aid edilir. Qafqaz ölkəsi və Ön Asiya ölkəsi. Onu da qeyd edək ki, Qafqaz ölkəsinə ilk 4 dənə fiziki coğrafi vilayət aid edilir. Böyük Qafqaz, Kürdağ-Arası, Kiçik Qafqaz və Lənkəran vilayəti. Orta Araz vilayəti isə Ön Asiya ölkəsinə aiddir. Burada atlasda kiçik bir xəta var, onu düzəldək. Deməli, Ön Asiya ölkəsinə sadəcə Orta Araz fiziki coğrafi vilayəti aiddir. Vilayətlər içərisində, onu da yadda saxlayın ki, Böyük Qafqaz, Kürdağ-Arası və Kiçik Qafqaz eyni zamanda yarım vilayətlərə ayrılır. Şimal-şərq, cənub-şərq şəklində fərqləndirilir. Ancaq Lənkəran və Orta Araz vilayəti yarım vilayətə ayrılmır. Vilayət və yarım vilayətlər toplam 19 dənə fiziki coğrafi rayona ayrılır. Bunlardan Böyük Qafqaz vilayəti qeyd edəcəksiniz ki 5, Kürdağ-Arası 6, Kiçik Qafqaz 4, Lənkəran və Orta Araz hərəsi 2 fərqli fiziki coğrafi rayona bölünür. Rayonlaşmaya dair digər məlumatları isə növbəti testlərdə ətraflı şəkildə təqdim edəcəm. Biz isə növbəti testə baxaq. Test 3. Böyük Qafqaz təbii vilayətində yerləşən göllər qrupu. Böyük Qafqaz vilayəti bu ərazidir. İndi isə oradakı göllərlə sizə tanış edək. Qəbələdə Tufan Dağ gölü var. Tufan göl deyərdim daha doğrusu. 3277 metr dəniz səviyyəsindən yuxarıda da ölkədəki ən hündür dağ gölüdür. Buzlaq mənşəlidir. Böyük Qafqaz vilayətindəki digər göllərə Şabrandakı Laqun liman mənşəli Ağzıbirçala gölü dəniz səviyyəsindən 25 metr təxminən aşağıda yerləşir. Böyük Qafqazın digər gölləri isə Abşeron yarımadasındakı tektonik eyni zamanda relik mənşəli olan Masazır, Böyük Şor, Binəqədi, Xocəşin kimi göllərin adlarını, Kürdaxanı kimi göl adlarını qeyd edə bilərik. Doğru cavab A variantıdır. Rusiya Federasiyası ilə həmsərhəd olan fiziki coğrafi rayonlar. Rusiya Federasiyası ölkənin şimalındakı qonşumuzdur və burada biz 1, 2 və 3 rəqəminə uyğun fiziki coğrafi rayonların sərhəddə yerləşini görürük. 1 rəqəmi Samur-Dəvəçi, 2 Qonaqkənd, 3 isə Zaqatala-Lahıcdır. Doğru cavab A variantı. Qobustan-Abşeron fiziki coğrafi rayonu üçün səciyyəvi deyil. Xəritədən diqqət edirsinizsə 5 rəqəminə uyğun olan Qobustan-Abşeron fiziki coğrafi rayonu burada yerləşir. Bu ərazi iqlim olaraq yarım-səhra quruşçal iqlimində, eyni zamanda yarım-səhra landşaftı üstün formalaşan ərazidir. Rütubətlənmə göstərici vahiddən kiçik, adətən yağıntılar miqdarı 200-400 mm civarındadır. Xüsusilə də Kaynazə erasına məxsus olan hər üç dövrün çöküntülərinə rast gəlinir. Burada arid endasiyon relyef formaları olan yarğan qobulara da geniş rast gəlinir. Buna uyğun cavab isə
bizdən yanlış dediyinə görə cavab D variantıdır. Rütubətlənmə əmsalının vahidə yaxın olması yanlışdır. Burada rütubətlənmə vahiddən olduqca kiçikdir. 0.3 maksimal 0.4 göstəricə malikdir. Dəmiyə əkinçilik suvarılmayan əkinçilikdir. Bu ifadədə uyğun olmayan ifadədir. Quraq ərazilərdə, xüsusilə də bəhs edilən fiziki coğrafiyalarında suvarma əkinçiliyi inkişaf etdiriləcək. Digər variantdakı ifadələr isə doğru yanaşmadır. Yağıntılar miqdarı 400-ə qədər olması, Kaynozoik yaşlı süxurların yayılması, arid dendrasiyon relyefi olan müvafiq olaraq yarğan qobu bednentlərin rast gəlinməsi, xüsusilə də bu ərazilərdə qış mülayim keçən yarım səhra dinləyənə qış otlaqları kimi istifadə edilə bilər. Xüsusilə də Qobustandan söhbət gedir. Yarım səhra və quruçel iqlimi eyni zamanda palçı vulkanı olması ilə ölkəmizin əsas palçı vulkanları məhz bu ərazidə, daha sonra Cənub-Şərqi Şirvan və Xəzər şelfindədir. Yerdəki ifadədə də rütubətlənmə əmsalının vahiddən kiçik olması, neft qazla zəngin olması ilə doğru yanaşmadır. Xaltan və İlisu mineral bulaqların yerləşdiyi müvafiq fiziki coğrafi rayonlar. Xaltan Qubadadır. Cimi Xaltan xaçı deməli Qubada olduğuna görə 2 rəqəmlə uyğun olacaq. Qalaltı fiziki coğrafi rayonu, daha doğrusu Qonaqkənd fiziki coğrafi rayonu. İlisu mineral bulağı isə Qax rayonundadır, xüsusilə də dağlıq hissədədir və əlbəttə ki, bu da 3 rəqəmlə uyğun gələcək. Zaqatal Lahıc. Doğru cavab Qonaqkənd və Zaqatal Lahıc olacaq. Buna uyğun D variantı doğrudur. Ərazinin fiziki coğrafi rayonlaşdırılması üçün istifadə olunan başlıca əlamət. Fiziki coğrafi rayonlaşma aparılan zaman ərazinin relyef, iqlim, landşaft, geoloji quruluş amilləri nəzərə alınır. Doğru cavab C variantı. Böyük Qafqazda 500-600 metrdən 1800-2200 yüksəkliklərə qədər yayılan landşaftlar əlbəttə ki, qeyd edəcəksiniz ki, dağ meşə landşaftıdır. Dağ meşələrdən yuxarıda isə dağ çəmən landşaftı gəlir 3000-ə qədər. Ondan yuxarıda isə qayalıqlar, yəni subnival, 3900-dən yuxarı isə buzaqlar gəlir. Böyük Qafqaz təbii vilayətinin Rusiya Federasiyası ilə həmsərhəd olmayan fiziki coğrafi rayonları. Az öncə həmsərhəd olanların Samur Dəvəçi, Qonaqkənd və Zaqatal Lahıc olduğunu bildirmişdik. Ancaq Şamaxı və Qobustan-Abşeron sərhəd olmayacaq. Doğru cavab Şamaxı, yəni Dağlıq Şirvan, bir də Qobustan-Abşeron olan C variantı. Azərbaycanda yağıntıları bərabər paylanan mülayim isti iqlim tipinin yayıldığı fiziki coğrafi rayonlar. Yağıntıları bərabər paylanan mülayim isti iqlim 5 rəqəminə uyğun gəlir. Respublika ərazisində isə biz bunu Böyük Qafqazın cənub yamacı və şimal-şərq Qusar Malicənin tərəfdə və Talış dağlarının ətəklərində görə bilərik. Fiziki coğrafi rayonlaşmada isə bu ərazi Zaqatal Lahıca uyğun gəlir. Verilən variantda buna görə də D olacaq. Böyük Qafqaz təbii vilayətinə aid olan çaylar. Girgil çay Böyük Qafqazın şimal-şərqinə axır. Bunu götürə bilərsiniz. Xaçın çayı isə o Kiçik Qafqazdan başlayır və Kür dağarası vilayətdən Kürə qovuşur. Xəçin çayı təxminən bu ərazidən axır. Qarabağ düzündən axan çaydır. Bolqar çayı da şərtə uyğun gəlmir. Sərhəd çayımızdır, bu hissədən axır. O Lənkəran vilayəti və eyni zamanda qismən Kür dağarası vilayətə uyğun gəlir. Balakən çay o şərtə uyğun gələcək. Balakən çayı təxminən Balakən ərazisindən axan çay olduğuna görə mənbəyi ilə Böyük Qafqazdadır. Zəyimçay şərtə uyğun gəlmir. Kiçik Qafqaz vilayəti və Kür dağarası vilayətinə uyğun gəlir. Bir də Kirçay şərtimizə uyğun gəlir. Şəkidən axan bu çay mənbəyi Böyük Qafqazdadır. Beləliklə cavab oldu 1-4-6. Böyük Qafqaz təbii vilayətində yarımsəhra landşaftın geniş yayıldığı fiziki coğrafi rayonlar. Böyük Qafqaz vilayəti artıq biz öyrəndik ki, bu ərazini əhatə edir. Və yarımsəhra quruçel landşaftını da xəritədə sizlər üçün qeyd edeyim. 8 rəqəmi alçaq dağlığın yarımsəhra landşaftıdır. 11 rəqəmi isə düzənliklərin və ovalıqların yarımsəhra landşaftıdır. Belə bir landşaftı biz təbii ki, əsasən Qobustan Abşeronda görə bilərik.
Eyni zamanda Samur Dəvəki fiziki coğrafi rayonunu da cənub hissəsində görə bilərik. Bu tipli izahlarımı Atlası 89-daki fiziki coğrafi rayonlaşma xəritəsindən qarşılaşdırın və siz eyni zamanda dediklərimi oradan izləyin. Cavab əlbəttə ki, D variantıdır. Böyük Qafqaz təbii vilayətinin şimal-şərq yamacı üçün səciyyəvi olan əlamətlər. Yəni, bu ərazi üçün səciyyəvi olanları axtarmalıyıq. Çayların birbaşa Xəzərə tökülməsi bu doğrudur. Buradan axan tutalım, Qusar, Qudyal, Vəlvələ, Girgirçay birbaşa Xəzərə tökülür. Bir olan variantları saxlayacaqsınız, digər variantları silərsiniz. A və D arasında qalırsınız, deməli 2 yanlışdır. Vulkanik relyef formaları geniş yayılmaz, çünki vulkanik relyef formaları biz vulkanik suxurların formalaşdığı əraziləri xatırlayaq. Kiçik Qafqazda, Orta Araz vilayəti və Lənkəranın dağlıq hissələrindədir. Təbii ki, sönmüş vulkan konusları isə Qarabağ vulkanik ailəsindədir. Vulkanogen relyef formaları da əsasən burada görəcəksiniz. Davam edək. Qonur meşə torpaqları yayılmışdır. Bu da doğrudur. Xüsusilə də dağ meşələrində həm palıd vələsinin altında qəhvəyi dağ meşə, həm də fıstıq vələsindən ibarət ağacların altında qonur dağ meşə torpaqlarını görə bilərik. Xüsusilə də bu hündürlük olaraq 1000-1800 metr aralığını əhatə edir. Zəngin filiz ehtiyatı yanlışdır. Filiz ehtiyatı əsasən Kiçik Qafqaz və Orta Araz vilayətindədir. Ancaq rekreasiya ehtiyatlarla zəngindir, doğrudur. İstər Qusar, istər Quba, istər Xaçmaz ərazisi zəngin rekreasiya ehtiyatına malikdir. Qusarda Şahdağ turizm kompleksi olsun, Qubanın istirahət mərkəzləri çoxdur. Xaçmazda xüsusilə də Xəzər sahili, Nabran Yalama istirahət mərkəzləri ölkədə məşhurdur. Arid dendrasiyon relyef forma geniş yayılıb, bu da yanlışdır. Arid dendrasiyon nə idi? Quru, parçalanmış relyef formaları idi. Gilli suxurların üstünü təşkil edib belə relyef formalar təbii ki, yarğan qabı olmaqla bedlentləri biz Ceyrançı Lacınoğurda, Qobustan Abşeronda, Naxçıvan ərazisində görə bilərik. Cavab 1-3-5 A variantı. Qobustan Abşeron fiziki coğrafi rayonu üçün səciyyəvi əlamətlər. 5 rəqəminə uyğun gələn ərazi üçün ifadələr seçək. Buxarlanmanın çox olması. Buxarlanma üçün temperatur və rütubət lazımdır. Burada isə rütubət çatışmazlığı mövcuddur. O yüzden də buxarlanma çox deyil, azdır. İsti quraq ərazilərdə buxarlanma qabiliyyəti çox olur. Bu ifadəni, burada qeyd edən ifadə ilə qarşıdırmayın. Bir yanlışdırsa A və Y gedər. 2. Çayların yayda qurulması. Bu doğrudur. Qobustan Abşeron ərazisinə axan çaylardan, xüsusilə də burada görürsünüz Sumqayıt çay, Ceyran keçməz Pirsat kimi çaylar yayda quruyur. Onların qidalanmasına əsasən yağış təşkil edir. Yayları quraq keçdiyinə görə bu çaylar quruyur. Kör mənsəblidir. Şirin sulu göllərin olması. Quraq ərazilərdə göl azdır və əsasən axarsız duzlu olacaq. Ancaq dağlıq ərazilərdə rütubətlənmə çoxdur deyənə axarlı şirin sulu göllər yaranır. Arid dendrasiyon relyef formanın geniş yayılması bu səciyyəvidir. Yarğan qobu bedlentlər məhz bu ərazi üçün səciyyəvidir. Ölkədəki əsas palçı vulkanları da əsasən buradadır və onların mühafizə edilməsi üçün palçı vulkanları qrupu deyə bir xüsusi qoruq da yaradılmışdır. Vulkanik mənşəli suxurların üstünlüyü yanlışdır. Beləliklə cavab 2, 4, 5'dir. Vulkanik mənşəli suxurlar isə biz az öncə də bildirdiyimiz kimi Kiçik Qafqaz, Naxçıvan dağlıq və Talış dağlarında görə bilərsiniz. Sönmüş vulkan konusları isə Qarabağ vulkanik ailəsində idi, onu da unutmayın. Mezoy erasına aid suxurların üstünü təşkil etdiyi fiziki coğrafi rayon. Doğru cavab Zaqatala Lahıçdır. Gəlin mən sizə Zaqatala Lahıçın yerini göstərim. Daha sonra isə həmin ərazinin mezoy yaşlı suxurlarla necə zəngin olduğunu da təqdim edəcəm. Geoloji quruluş xəritəsindən tanış olursunuz. Ölkə ərazisində formalaşan suxurlar ən qədim olaraq Paleozoy erasına aiddir. Daha sonra Mezoy və Kanozoy erasına aiddir. Biz az öncə Mezoy erasına aid suxurlar dedik. Mezoyun triyası yadda saxlayın ki, kiçik bir ərazidə, Naxçıvanda Dərəliyəzdədir. Mezoyun Yura və Təbaşiri bir mənalı olaraq yadda saxlayın ki, Böyük və Kiçik Qafqazın orta və yüksək dağlıq ərazilərindədir. Təbaşir nisbətən orta dağlıqdadır Böyük Qafqazda. Yura isə daha yüksək dağlıqdadır. Az öncə də məhz Zaqatala Lahıç fiziki coğrafi rayonu təqdim etdiyim bu ərazidir. Burada daha çox özdə
mezon, yura yaşlı süxurları ilə zəngindir. Beləliklə, Böyük Qafqazda dağın ətəyindən zirvəsinə qalxanda süxurların yaşı artır. Vəlvələ çay Azərbaycan hansı fiziki coğrafi rayonların ərazisindən axır? Xəritədə siz Vəlvələ çayı görürsünüz. Bu arada üzərində Afruca adında şəlalə də var. Bu ərazi Qonaqkənd və Zaqatala fiziki coğrafi rayondur. Üzr istəyirəm, Zaqatala yox, Samurdəvəçi. Gəlin onu xəritədə sizə təqdim edeyim. Ərazi olaraq 2 və 1 rəqəminə uyğun gəlir. 2 Qonaqkənddir, mənbəyi buradadır. 1 rəqəmi isə Samurdəvəçidir. Aşağıdakı xüsusiyyətlər hansı fiziki coğrafi rayona aiddir? Böyük Qafqazın cənub yamacında yerləşir. Şimaldan baş su ayrıcı silsilə ilə sərhədlənir. Filizçay polimetal yatağı yerləşir. Filizçay polimetal yatağı qeyd edəcəksiniz ki, Zaqataladakı polimetal yatağıdır. Və əlbəttə ki, Böyük Qafqazın cənub yamacındakı bu fiziki coğrafi rayon 3 rəqəminə uyğun gəlir. Söhbət Zaqatalaşdan gedir. Həqiqətən də Baş Qafqaz silsiləsinin cənub yamacında yerləşir. Verilmiş landşaft tiplərinin sxemdəki hündürlük qurşağı Azərbaycanın hansı ərazi üçün xarakterikdir? Gəlin 2-dən başlayaq. 2 nədir? Yarım səhra, daha sonra 4 dağ çöl, 1 rəqəmi dağ meşə, 3 rəqəmi Subalp və Alp çəmənlikləri, 5 rəqəmi isə subnival və nival. Əlbəttə ki, biz dağın ətəyindən zirvəsinə doğru landşaftların bu şəkildə ardıcıllığını Böyük Qafqazda görəcəksiniz. Yadda saxlayın ki, Kiçik Qafqaz Böyük Qafqazdan fərqli olaraq birinci, yəni yarım səhra ilə sonuncu nival landşaft yoxdur. Kiçik Qafqazda dağ çöl, dağ meşə, Subalp, Alp çəmənlikləri və subnivalına yekunlaşır. Naxçıvanda isə xüsusilə də yarım səhra və dağ çöldən sonra dağ meşə gəlməz. Burada quru dağ çöllərdən sonra təbii ki, ksenofik yolluqlar gələcək, iqlim kontinental deyilən meşə yaranmır. Daha sonra isə Subalp, Alp çəmənlikləri, subnival və nival olacaq. Talış dağlarında isə düzənlik meşədən sonra müvafiq olaraq dağ meşə, daha sonra quru dağ çölləri və dağ ksenofik yolluqlar gəlir. Burada landşaft inversiyası yaranır. Şaqili ardıcıllıqda pozuntu yaranır. Yəni meşədən yuxarıda çəmənlik yaranmayacaq. Böyük Qafqaz təbii vilayətində yerləşən şorsulu göllər. Böyük Qafqazda biz bayaq gölləri sadaladıq. Yadda saxlayın ki, onlardan Qəbələdəki Tufan göl şirin suludur, dağlardakılar şirin suludur. Amma digər Şabrandakı Ağzıbirçala şorsuludur. Abşeron yarımadasındakı Xəzərin qalıqları Böyük Şor, Binəqədi, Xocaşin və yaxud da ki, Masazır kimi göllər duzludur. Beləliklə doğru cavab C variantı. Azərbaycanda introzonal, yəni zonal landşaft daxilində ona xas olmayan tamamilə fərqli bir landşaftın olması. Buna biz düzən meşə landşaftını qeyd edə bilərik. Ərazi olaraq da düzən meşələr Qanıqəyirçayda, Şollar düzündə, Lənkəran ünvanında, az miqdarda isə Kür çayın dərəsi boyunca formalaşan tuğay meşələr qeyd edilə bilər. Fiziki coğrafi rayonları da birazdan təqdim edərəm. Texnogen landşaftı isə bu elə antropogen landşaftın bir növüdür. Yəni, insan fəaliyyətindən formalaşan sənaye müəssisələrini qeyd etmək olar. Beləliklə, ən çox da sənaye mərkəzləri bilirsiniz ki, Abşeron yarımadasında təmərküzləşib, yəni burada cəmlənib. Buna da əlbəttə ki, Qobustan, Abşeron fiziki coğrafi rayonu qeyd edə bilərik. B variantı şərtə uyğun gəlir. Çünki düzən meşə landşaftı introzonal olaraq Şollar düzündə görürük. O da Samurdəvəçinin şimalıdır. Texnogen isə ən çox Qobustan, Abşerondadır. Şərtə uyğun olan elə dediyimiz kimi B variantıdır. Burada da biz rəqəmlə qeyd edək. 1. Samurdəvəçi, 5. Qobustan, Abşeron. Respublikamızda soyuq iqlim tipinin yayıldığı fiziki coğrafi rayon və burada inkişaf edən kənd təsərrüfatı sahələri. Soyuq iqlim tipi adətən əraziyə görə dəyişir. 1000 və ya 1500 metrdən 2700 metrə qədər olan hündürlüklərdə formalaşır. Belə ərazilərdən variantlara baxası olsaq, B variantı şərtə uyğun gəlir.
Qarabağ vulkanik yaylası məhz təqdim edilən 14 rəqəmə uyğun bu fiziki coğrafi rayonda biz soyuq iqlim şəraitində adətən 2003 aralığında subah və ab çimərliklərin formalaşdığını, təsərrüfatda isə biçənək və yay otaqları kimi istifadə ediləcəyini qeyd edə bilərik. Böyük Qafqaz deməli təbii vilayətinin digər bütün fiziki coğrafi rayonu ilə həmsərhəd olan fiziki coğrafi rayonu bizdən istəyir. Burada məhz 2 rəqəm ilə göstərilən Qonaqkənd fiziki coğrafi rayonu məhz Böyük Qafqaz vilayətinin tərkibində olan digər 4 fiziki coğrafi rayonla qonşudur. Yəni 1 rəqəmi olaraq onu Samur Dəvəçi ilə də qonşu olduğunu, 5 rəqəmi Qobustan Abşeronla, 4 rəqəmi Dağlıq Şirvan, yəni Şamaxı fiziki coğrafi rayonu, 3 rəqəmi isə Zaqatalaş fiziki coğrafi rayonuna sərhəd olduğunu görə bilərik. Cavabımız əlbəttə ki, Qonaqkənddir. Sualın şərtini tərsinə başqa bir vilayətlə qeyd edəsək, məsəl üçün, Kiçik Qafqaz vilayətinin hansı fiziki coğrafi rayonu, vilayətin digər rayonlarına birbaşa sərhədi var? Burada da 13 rəqəmi olacaq. Qarabağ dağları fiziki coğrafi rayonu məhz vilayətdəki 12 rəqəmi Gəncə, 14 rəqəmi vulkanik yayla, 15 rəqəmi Həkəri ilə birbaşa sərhədi var. 23. Şamaxı, yəni Dağlıq Şirvan bu 4 rəqəmlə göstərilən ərazi ona aid olan xüsusiyyətləri istəyir. Filiz faydalı qazıntı burada yoxdur. Filizlər yadda saxlayın ki, Kiçik Qafqazda, xüsusilə də Gəncədə, Qarabağ dağları, eyni zamanda 19 rəqəmi ilə Gündüz Qapıcıqda, çünki Şərurda polimetal yatağı var idi, Ordubadda molibden yatağı var idi. Filiz faydalı qazıntı eyni zamanda 3-də var. O da Balakən-Zaqatala hissəsində polimetal yataqları var. Filizçay, Kadexçay, Kastal, Mazımçay. Beləliklə, filiz təbii ki, harda varsa dedim, amma Şamaxıda bizdə soruşulanda yoxdur. Bir olan variantları da sildim. Xarici ölkə ilə həmsərhəddi, bu da yanlışdır. Ərazi olaraq ölkə daxilində yerləşir. Deməli, 2 də yanlışdır. 2 olan variantları da silsəz, heç nə silənmədik. Fəal seismik zonda yerləşir, bu doğrudur. Yadda saxlayın ki, Şamaxı, Gəncə ətrafı, Qapıcıq ətrafı ölkədə daha fəal zonadır. Düzdür, ölkə bütövlükdə alpinala qurşandır, amma daha fəal olaraq Şamaxı, Gəncə ətrafı və Qapıcıq ətrafı fərqlənir. Şabaldı, qara və dağ meşə torpaqlar genişlənir, bu da doğrudur. Xüsusilə də yadda saxlayın ki, Şabaldı torpaqlar dağ ətəklərində olur. Şamaxı dağlıq ərazidir, deməli dağ ətək ərazilərdə mövcuddur. Qara torpaqlar lokal şəkildə kiçik ərazilərdə rast gəlinir. Şamaxı, İsmayıllı, Gədəbəy, Daşkəsən, eyni zamanda Xocavənd kimi rayonların ərazilərində qara torpaqlar lokal şəkildə rast gəlinir. Dağ meşə torpaqlar da Şamaxı ərazisi, bu ərazidə orta dağlıq ərazilər mövcuddur. Hardasa 600-800-1800-2000-ə qədər məhz dağ meşəliklərdir. Onların altında qəhvəyi və qonur dağ meşə torpaqları formalaşacaq. Cavab buna görə də Y variantıdır. 5-də qışı soyuq keçən yarımsərhəd quruçul iqlimə malikdir. Bunu mən sizə lap xəritədən göstərim. İqlim xəritəsini yaxşı öyrənin. Davamlı oradan sual düşür. Qışı soyuq keçən yarımsərhəd quruçul bilirsiniz ki, 2 rəqəminə uyğun gəlir və bunu biz ərazi olaraq əsasən Naxçıvanın Arazboy düzənliklərində görə bilərik. Az miqdarda isə Talışın belə deyək, yüksək dağlıq hissələrində mövcuddur. Davam edək. 5-də yanlışdır. Fiziki coğrafi rayonlaşmanın aparılmasında nəzərə alınan əsas amillər. Burada bayaq qeyd elədik. Geoloji quruluş, relyef, landşaft, iqlim bu amillər nəzərə alınmaqla aparılır. 24 nömrəli tapşırıqda da məhz doğru cavab landşaft kompleksləridir. Bir də relyef, yəni geomorfoloji struktur. Cavab oldu B variantı. 25. Xəritə sxemdə verilən çaylara aid olmayan əlamətləri bizdən seçməyi tələb edir. Təqdim edilən ərazi Böyük Qafqazın şimal-şərqidir. Qusar, Qudyal, Vəlvələ çay kimi çaylar axır. Aid olmayan ifadələr nə ola bilər? Qidalanmasında əsasən qar və buzlaqların ərinti su sahəsini təşkil edir. Bu doğrudur. Böyük Qafqazdakı yüksək dağ zirvələrindən başladığına görə doğrudur və yayda bol su olur. Mənsəbləri okean səviyyəsindən aşağıdadır. Bu da doğrudur. Bu çaylar birbaşa Xəzərə töküldüyünə görə -27 metr deyəcəksiniz.
Böyük Qafqazın şimal-şərq regionu çaylarına aiddir, doğrudur. Ölkənin ən böyük gətirmə konusu yaradan çaylarıdır. Ən böyük gətirmə konusu burada olmaz. Xüsusilə də ən böyük gətirmə konuları Böyük Qafqazın cənub yamacında olacaq. Şimal-şərq yox. Cavabımız elə D-dir. Birbaşa Xəzər dənizinə tökülür, bu da doğrudur. Yanlışı bizdən istədiyinə görə D doğru cavabdır. 26. Xəritə sxemə əsasən uyğunluğu müəyyən edin. Gəlin, münbit dağ-qara torpaqların yayıldığı ərazini tapaq. Dağ-qara torpaqlar bayaq bildirmişdik ki, Şamaxıdadır. Şamaxıda burada 2 rəqəm uyğun gəlir. Palçıq vulkanları yayılıbsa, bu Qobustan Abşeron ərazisidir. 4-ə uyğun gəlir. Xaltan mineral bulağı yerləşir. Cimi Xaltan xaşı Qubadadır. Quba isə burada qonaq kənd fiziki coğrafiyasına uyğun gəlir. 1 rəqəmlə uyğun gələcək. İntrozonal landşaft tipinə rast gəlinir. İntrozonal düzən meşələrimizdir. Samur Dəvəçinin şimalındakı şollar meşələrindədir. O da 3 rəqəmlə uyğun gəlir. 2, 4, 1, 3. C variantı doğrudur. Euler-Venn diaqramına əsasən uyğun bəndlər müəyyən edin. Samur Dəvəçi və Qobustan Abşeron fiziki coğrafi rayonlar. Xarici ölkəyə çıxışı yoxdur. Yoxdursa bu Qobustan Abşerondur. Samur Dəvəçinin isə Rusiya tərəfə çıxışı var. İntrozonal landşafta malikdir. Samur Dəvəçinin şimalındakı şollar meşələrindən gedir söhbət. Antropogen təsir böyükdür hər ikisində. Azərbaycan düzən əraziləri olduğuna görə bu ərazilər əhalinin sıx məskunlaşdığı ərazidir. Antropogen təsiri də çox məruz qalır. Bu arada düzən olmasına baxmayaraq antropogen təsir zəif olur. Söhbət Ceyrançı Lacnoğurdan, Cənub-Şərqi Şirvandan gedir. Antropogen təsir zəif olan ərazilərin digər hissəsi isə yüksək dağlıq ərazilərdir. 2000-dən yuxarı hündürlükdə əhali seyrə məskunlaşıb. Həm yamaç meyillidir, həm də təbii ki, aqroqim ehtiyatları məhduddur. Davam edək. Tektonik çökmə zonasında yerləşir. Tektonik çökmə zonası ön Qafqaz çökmə zonasına uyğun gəldiyinə görə Samur Dəvəçi uyğun gəlir. Amma Qobustan Abşeron Böyük Qafqaz tektonik qalxmanın davamıdır. Abraziyon relyef formaları var. Abraziya dalğaların sahildəki geoloji fəaliyyətidir. Hər ikisi Xəzərə çıxışı olduğuna görə ortaqdır. Denudasiya prosesi gedir. Denudasiya dağılma, daşınma nisbətən yüksək ərazilərdə baş verir. Alçaq dağlıqların mövcud olduğu məhz Qobustan Abşerona aiddir. Cavabımız isə 2, 4, bircə dəqiqə. Nəysə diqqətsizlik eləməmişik. 2, 4, 1, 6 və 3, 5. Yəni, buna uyğun cavabımız D-deymiş. Paleozoy, mezoy və kaynozoy yaşlı suxurların yayıldığı fiziki coğrafi rayonların müvafiq ardıcıllığı. Bunun üçün yenidən geoloji quruluş xəritəsini ekrana gətirəcəm. Ümumiyyətlə, geoloji quruluş şagirdlərin tez yadından çıxan bir mövzudur. Ona görə də diqqətlə bu izahımı dinləyin. Bayaq dedim, bir daha xatırlayaq görə dediyimi xatırlayırsınızmı? Respublikamızın ərazisində hansı eran suxurlarına rast gəlinir? Paleozoy, mezoy, kaynozoy. Ən qədimi və ən az yayılan hansıdır? Paleozoy. Ən geniş yayılanı 80% ərazi. Kaynozoydur. Ümumiyyətlə, ölkəmizdə rast gəlməyən eralar hansılar idi? Arxeik, proterozoy yaşlı suxurlara ölkə ərazisində rast gəlinir. Paleozoy özü 6 dənə dövrə ayrılırdı. Kemberi, Ordovik, Silur. Bunlar alt paleozoy adlanır. Və alt paleozoyda konkret olaraq 400-450 milyon yaşı olan bu suxurlar Tovuz rayonunda Əsrikçay Zəmçay hövzəsində səta çıxmışdır. Həmin onların kristalik şistləri. Yerdə qalan Devon, Daşkömür, Perim isə üst paleozoy çöküntüləridir. Belə çöküntülər biz Naxçıvanda Sədərək qalxması və Dərələr silsiləsində görə bilərik. Qaldı ki, mezozoy yaşlı suxurlar, özü də mezozoy 3 dənə dövrə ayrılır. Trias ilə təbaşir. Bayaq dedim, indi soruşuram. Trias dövrü konkret bir yerdə idi. Harada idi? Naxçıvanda hansı silsilədə? Dərəliyəzdə. Yura təbaşir haradadır? Onlar isə Böyük Kiçik Qafqazın orta və yüksək dağlığındadır. Bunu bir daha göstərək. Kiçik Qafqaz və Böyük Qafqazın orta yüksək dağlığındadır. Xüsusilə də Böyük Qafqazda yüksək dağlıqda Yura idi. Zakit Allahçı bayaq demişdik. Keçid alaq, Kaynozoy erası ölkəmizin 5-də 4-ü, 80% bu eranın suxurlarına örtüldür. 3 dənə dövrü var. Paleogen, Neogen, Antropogen. Paleogen adətən
orta dağlıq ərazilərdə xüsusilə də bilməlisiniz ki, daha çox Talış dağları, Naxçıvan dağlıq hissəsi Söhbət Zəngəzur tərəfindən gedir. Eyni zamanda Qobustan, Abşeronda, həmçinin digər dağlıq hissələrdə az miqdarda. Neogenin konkret əraziləri var. Alçaq dağlıq ərazi olaraq Neogen, Ceyrançöl, Acınoğurda, Qobustan, Abşeronda görürsünüz. Qusar Mali Cənikdə. Əlavə olaraq digər yerlərdə də var. Səpinti halında. Belə silsilə olaraq testlərdə bəzən qarşınıza çıxa bilər. Məsəl üçün, əlavə olaraq Talışın şimal hissəsində də mövcuddur. Məsəl üçün, bayaq poligonu deməmişəm. Poligonda Şahdağ hissəsində qeyd edə bilərdiniz. Əlavə olaraq. Qaldı ki, 4-cü çöküntüləri Respublikamızın bütün ovalıq ərazilərindədir. Yəni, Samurdəvəçi olsun, Qanıq Əyirçək olsun, Aşağı Araz boyu, Lənkəran ovalığı, Abşeron sahilləri və Küraraz. Həmçinin Araz boyunda da mövcuddur. Yadda saxlayın ki, ovalıqlardakı 4-cü çökmə süxurudur. Amma hündür olmasına baxmayaraq Qarabağ vulkanik ailəsində də ən cavan çöküntü olan 4-cü süxurlarla örtülüdür. Amma bu vulkanogen efüziv süxurlardır. Məhz aktiv vulkanizm olub həmin dönəmdə. Səthə çıxan maqma soyması ilə əlaqədar cavan süxurlara malikdir. Belə. İndi sualı bir daha xatırlayaq. Birinci paleozoistir. Paleozoistirsə biz təbii ki, era olaraq ya Tovuzran ərazisinə ya da Naxçıvandakı hissədərək Dərəliyəs hissəsinə baxmalıyıq. Siz əlbəttə ki, fiziki coğrafi rayonlaşma ilə qarşılaşdırırsanız bu xəritəni görəcəksiniz ki, 12-yə uyğun gəlir. 12-də Gəncə fiziki coğrafi rayondur. Ya da ki, 19-a uyğun gəlir. Bu da Günüş Qapıcıq fiziki coğrafi rayondur. Dediklərimi Atlasın 89 nömrəli fiziki coğrafi rayonlaşma xəritəsindən qarşılaşdırın. Deməli, ya Günüş Qapıcıqla başlayacaq, ya da Gəncə. Tutalım B şərtimizə uyğun deyil, C də, həmçinin bir də Y də uyğun deyil. A, D arasında yolumuza davam edirik. İndi Mezozoydan danışaq. Mezozoy ölkəmizdə böyük və kiçik Qafqazın orta yüksək dağlığında daha zəngindir. İndi Mezozoy yaşlı süxurların konkret harada olacağını variantlarla təhlil edək. A ilə D arasında qalmışıq. D-də Küraraz ovalı yazıb. Küraraz ovalığı, Mezozoy yox. Bu ərazi bilməlisiniz ki, nə olacaq? 4-cü dövrün çöküntülərini örtüdür, yəni Kanezoy erası ilə. O yüzden də cavabımız nə qaldı? A variantı. Zaqatallar həqiqətən də Mezozoyun, xüsusilə də daha çox Yura dövrün çöküntülərini örtüdür. Samur dəvəçi də həqiqətən də şərtə uyğun olaraq Kanezoy erasından örtülüdür. Samur dəvəçi budur və xüsusilə də Kanezoyun ən cavan çöküntüsü olan 4-cü dövründən zəngindir. Bu tipli testləri, dediyim kimi mütləq xəritələri qarşılaşdırın. Sağda ekrandakı xəritəmiz Atlasda 81-də olan xəritədir, yəqin ki bilirsiniz. Mütləq qarşılaşdırın xəritələri. Paleozoid, təbaşir, neogen, yaşlı süxurların yayıldığı fiziki coğrafi rayon. Paleozoid deyəndə bayaq dedim, açar kəlməmiz burada olsun ki 12 və 19 olsun. Çünki paleozoid konkret yəni ərazisi var da. 12 dediyimiz Gəncə fiziki coğrafi rayondur. 19 dediyimizdə Günlük Qapıcı fiziki coğrafi rayondur. Yəqin ki bu 29 nömrəli testə qədər gəlmişsə 12 və 19-un hansı fiziki coğrafi rayon olduğunu xəritədə məndən qabaq özünüz təyin edə bilirsiniz. Ona görə də biz Günlük Qapıcı və Gəncə yazılanları saxlayıb digər D ilə Y-ni rahat silə bilərik. Təbaşirdən danışası olsaq çox yer gəlir, amma çünki Böyük Kiçik Qafqazın dağlıq hissələrinə uyğun gəlir. Neogen də bu arada yenə bir neçə ərazi var. Ona görə də variantları qısa-qısa təhlil edəcəm. A-da Talış yazılıb. Talışda təbaşir nə gəzir? Talış dağları Kanezoy yaşıdır. Yəni, burada paleogen, qisməndə neogen çöküntüləri görürük. Ona görə də biz A-nı da sildik. Müvafiq olaraq B-də Qonaqkənd, C-də isə biz Qobustan görürük. B-də Qonaqkənddə görək təbaşir varmı? Qonaqkənd ərazi olaraq bu hissədir və həqiqətən də təbaşir yaşlı şəklində geniş yayıldığını görmək olar. Eyni zamanda neogeni də Ajnoho Ceyrançöl yazılıb. Bu da doğrudur. Ajnoho Ceyrançöl bu ərazidir. Orada da neogen yaşlı çöküntülər var. Cavabımız burada B variantıdır. C-dəki xəta nədir? Qobustan Abşeronunda təbaşir qeyd edilib. Qobustan Abşeron təbaşir yox. Burada adətən deyəcəksiniz ki 4-cü dövr, Kanezoyun digər dövrü olan neogen və paleogen dövrün çöküntüləri var. Təbaşir isə demək ki rast gəlinmir. O yüzden yanlışdır. Həmçinin neogen dövrü üçün də burada Samur dəvəçi yazıb. Bu da yanlışdır. Samur dəvəçi adətən 4-cü dövr kimi götürəcəksiniz. Beləliklə cavabımız B daha uyğun, düzgün cavabdır. Davam edirik.
Qusar mali düzənliyə aid olan düzgün sıranı cədvəldə təhlil etməliyik. Birinci növbədə landşaft, səth süxurların yaşı, iqlim tipi, torpaq və yağıntılar təqdim edilib. Qusar mali düzənliyi qonaqkənd fiziki coğrafiyanın ərazisindədir. Fiziki xəritə üzərində də biz onu təqdim edək sizə. Böyük Qafqazın məhz şimal hissəsindədir, şimal-şərq hissəsində, bu ərazidədir. Həmin ərazinin süxurlarına gəlincə, landşaftı adətən alçaq dağlığı meşə landşaftı olacaq. Qaldı ki, həmin ərazinin süxurlarına bu ərazilərdə Neogen yaşlı süxurları görəcəyik. İqliminə gəlincə isə, iqlimdə yağıntıları bərabər payla mülayim iqlim görə bilərsiniz. Məsələn, bu 5 rəqəmi düzdür. Bizim bu 5 rəqəmi xəritədə burada görürsünüz. Sadəcə burada biraz kiçik xəta olub, onu da düzəldək indi. Bu 5 rəqəmi olmalıdır. Bu isə 7 rəqəmi olmalıdır. Nəysə, qusar mali düzənliyi məhz yağıntıları bərabər paylayan mülayim iqlim olmalıydı. Plus da bu ərazilərdə qəhvə və qonur dağ meşə torpaqları formalaşacaq. Yağıntılar isə 500-600 mm civarındadır. Deyilən ifadəyə uyğun gələn sadəcə B2, yəni A variantı olacaq. Davam edək. Xəritə sxemindəki rəqəmlərə əsasən torpaq tiplərinə uyğun gələn fiziki coğrafi rayonları müəyyən edin. Birinci, dağ-qara torpağı. Dağ-qara torpağı məhz Şamaxı fiziki coğrafi rayonuna uyğun gəlir. 4 rəqəmə uyğun gələn biz onu təbii ki, burada xəritəmizdə 4 rəqəmlə uyğun gəlir. Burada isə 2 rəqəmlə uyğun gələcək. Dağ-qara torpaqları 2-dədir. Davam edək. Dağ-çəmən torpaqları isə yüksək dağlıq ərazidədir. Yüksək dağlıq ərazilər əlbəttə ki, həm Zaqatala Lahıç, həm də Qonaqkəndin bu yan silsilə hissəsinə uyğun gələcək. Ona görə də biz Qonaqkəndi qeyd etməliyik. 4. Davam edirik. Çəmən meşə torpaqları. Çəmən meşə torpaqları xəritədə baxırsınızsa 11 rəqəminə uyğun gəlir, Şollar düzündə. Və əlbəttə ki, bu da Samur Dəvəçi fiziki coğrafi rayonuna uyğun gələcək, onun şimalına. 3 rəqəmini götürdük. Boz-qonur torpaqlar xüsusilə də Abşeron yarımadasındadır. Xəritədə 10 rəqəminə uyğun gəlir. Və boz-qonur torpaqlar yarım səhranın torpaq tipidir. Bizə də bir rəqəmi Qobustan-Abşeron ərazisi uyğun gəlir. Beləliklə cavabımız 2, 4, 3, 1 Y variantı edəcək. Böyük Qafqaz vilayətində hansı fiziki coğrafi rayonlarda rütubətlik əmsalı əsasən vahiddən böyük və vahiddən kiçikdir? Yoldaşlar, orta və yüksək dağlıq ərazilərdə rütubətlənmə vahiddən böyük olur. Xüsusilə də Samur Dəvəçi və Qobustan-Abşeron ərazisində isə rütubətlənmə vahiddən kiçikdir. Burada da müvafiq olaraq biz birinci vahiddən böyük olanları qeyd etməliyik. Vahiddən böyük olanlar Zaqatala, Lahıç, Şamaxı, dağlıq ərazilər götürürük. Bir də Qonaqkəndi götürdük. 2, 3, 5 birinciyə uyğun gəlirsə, yerdə qalan Qobustan-Abşeron və Samur Dəvəçi quraq ərazilərdir. Əlbəttə ki, vahiddən kiçik olacaq. Deməli, xəritədə gördüyünüz kimi iqlim tipləri və yarım tiplərini uyğunlaşdırmalıyıq. A-nı oxuyuram. Daha doğrusu biri belə deyək də qeyd eləməliyik. 33-ü bir daha şərtini oxuyuram. Az öncə oxumadan birbaşa izah etmək istədim. Gördüm, fərqlidir. Xəritə sxemdə rəqəmlərlə verilən fiziki coğrafi rayonların yalnız birində rast gəlinən iqlim yarım tipini müəyyən edin. Yəni, biz burada 5 dənə hərflə verilən iqlim yarım tipinin hansı bu 3 dənə fiziki coğrafi rayon yalnız birində rast gəlinir. Onu seçməliyik. Məsəl üçün, bir rəqəmi ilə qışı quraq keçən soyuq iqlim. Atlasda biz qışı quraq keçən soyuq iqlimi 7 rəqəmlə verildiyini, onu isə əlbəttə ki, xüsusilə də yan silsilə tərəfdə görə bilərik. Bu ərazi Qonaqkənd fiziki coğrafi rayonuna aiddir. Yəni, yalnız burada görə bilərik. Digər o birlərində rast gəlinmir. O yüzden də bir şərtə uyğun gəlir. 2. Yağıntıları bərabər paylanan mülayim isti iqlim. Yağıntıları bərabər paylanan mülayim isti iqlim 5 rəqəmlə verilir.
və onu siz Böyük Qafqazın cənub və şimal şərqində görə bilərsiniz. Yəni Böyük Qafqazın cənub yamacı dediyimiz burada Zaqatala ağacı 3-ə uyğun gəlir. Şimal şərqi dediyimizdə Qonaqkəndə uyğun gəlir. Qonaqkəndə bayaq dediyimiz 7 və eyni zamanda 5 hər ikisi var. O yüzden de B'ni götürə bilmərik. Çünki şərtdə deyir ki, yalnız bir fiziki coğrafi rəngdə olsun. Burada isə 1 ilə 3-də 2 arasında var. C'ni oxuyuram. Yayı quraq keçən soyuq. Yayı quraq keçən soyuq iqlim ümumiyyətlə bu təqdim edilən fraqmentdə yoxdur. Çünki onu biz Naxçıvanda görəcəyik 6 rəqəmi ilə. Yayı quraq keçən soyuq. Az miqdarda isə Qızgördü zirvəsində var. Nə isə bizə lazım deyil. C'ni də silirsiniz. Çünki ümumiyyətlə rast gəlinmədi. Amma bizə yalnız birində rast gələn lazımdır. D-ni oxuyuram. Qışı mülayim keçən yarımsəhərə quru çöl. Biz qışı mülayim keçən yarımsəhərə quru çölü bir rəqəmlə verildiyini, onu isə Böyük Qafqaz vilayətlərinin Böyük Qafqaz vilayətindəki Samur dəvəçi ilə Qobustan Abşeronda görə bilərik. Burada sadəcə 2 verilib, yəni Qobustan Abşeron. Yəni 2 də var sadəcə. Ona görə A ilə D ola bilər. Bir də Y-ni oxuyuram. Bütün fəsillərdə bol yağıntı soyuq iqlim. O isə 8 rəqəmlə uyğun gəlir. Bütün fəsillərdə bol yağıntı soyuq iqlim yalnız Böyük Qafqazın cənub yamacındadır. Buradakı fraqmentə baxsaq, biz onu sadəcə 3 rəqəmlə uyğun Zaqatala fiziki coğrafi rayonunda görə bilərik. Beləliklə Y o da şərtimizə uyğundur. Sualın şərtində deyirdi ki, verilən bu rəqəmlərdən yalnız bir fiziki coğrafi rayonda olan iqlim yarımtipini seçək. Biz A, D və Y-ni seçik. Çünki A, qışı quraq keçən soyuq iqlim yalnız bir rəqəmli olduğu Qonaqkənddə var. Digər bu ikisi 2 və 3-də yoxdur. D-ni seçdik. Qışı mülayim keçən yarımsəhərə quru çöl müvafiq olaraq yalnız 2-dədir. Qonaqkənd Qobustan Abşerondadır. Bir də Y-ni seçdik. Bütün fəsillərdə bol yağıntı soyuq iqlim. O isə Zaqatala ağacdadır. Qaldı ki, C-də olan bunların heç birində yoxdur. B-də olan isə 1 ilə 3-də var. O yüzden də şərtə uyğun gəlmədi. Cavab A, D olmaqla variant seçərsiniz. Mən seçə bilmədim. Yoxsa var imiş. Y variantı. (34) Azərbaycanın neft, təbii qaz, tikinti materialları ilə zəngin olan fiziki coğrafi rayonları. Respublikamızda neft və təbii qaz əsasən Qobustan Abşeronda, Xəzər şelfində, Kür Araz ovalığındadır. Eyni zamanda bu ərazilər həmçinin ölkənin əsas tikinti materiallarına zəngin olan əraziləridir. Cavab əlbəttə ki, C variantı eləyəcək. Bunu da özü üçün qeyd götürün. Sual bu şəkildə verilir, cavabı da bu şəkildə qeyd edilir. 35. Azərbaycanın hansı təbii vilayətində ən iri arteziyan hövzəsi formalaşmışdır? Cənubi Qafqazda və ölkəmizdə ən böyük arteziyan hövzəsi Kür Araz ovalığındadır. Məhz bu ərazidə Kür dağarası çökəkliyi vilayətə uyğun gəlir. Y doğru cavabdır. Yeraltı suların digər qrupu isə qurun suları idi. Qurun sular tərkibinə görə şirin və minerallaşmış ola bilər, yəni duzlu ola bilər. Kür Araz ovalığında məhz suvarma sistemindən sızan sular minerallaşma ilə əlaqədar duzludur. Amma dağətəyi ərazilərdə, xüsusilə Qanıqaya çay, eyni zamanda digər düzənlik olaraq Lənkəran və Şollar düzündə nisbətən təsərrüfata yararlı şirin qurun sular mövcuddur. Düzənlik meşələrin yayıldığı fiziki coğrafi rayonlar. Burada 9 rəqəmi ilə düzənliklərin və ovalıqların çəmən meşə, yəni Tuğay meşə landşaftını görürük. Düzən meşələrin formalaşdığı ərazi biz Lənkəran ovalığında, Samur dəvəçinin şimalında Şollar düzündə, Qanıqaya çay vadisində və bir də Kür çayın dərəsi boyunca Tuğay meşələrini qeyd edə bilərik. Fiziki coğrafi rayon olaraq bu ərazilər qeyd edəcəksiniz ki, Samur dəvəçi, Şollar deməli Samur dəvəçi fiziki coğrafi rayondadır. Qanıqaya çay ilə Qanıqaya çay fiziki coğrafi rayondadır. Lənkəran ovadı ilə Lənkəran fiziki coğrafi rayondadır. Cavabı yəqin ki tapdınız. Qanıqaya çay, Samur dəvəçi. Y variantı. Filiz faydalı qazıntı yataqlarının yayılmadığı fiziki coğrafi rayon.
Bunun üçün mən sizə filizlərin daha çox olduğu ərazini göstərəcəm. Sonra bir harda var onu deyəcəm. Filizlər metallardır. Şərti işarələri buradan baxa bilərsiniz. Respublikamızda metallar, filizlər ən çox maqmatik suların zəngin olduğu vilayət olaraq Kiçik Qafqaz vilayəti ilə Orta Araz vilayətindədir. Xüsusilə də Kiçik Qafqaz vilayətinin tərkibində deyəcəksiniz ki, Gəncə fiziki coğrafi rayonu, eyni zamanda Qarabağ, vulkanik yayla fiziki coğrafi rayonu, Naxçıvanda 19 rəqəminə uyğun olaraq Gündüz Qabçı fiziki coğrafi rayonu və bir də Şəki-Zaqatalada məhz daha doğrusu Zaqatala fiziki coğrafi rayonu deyək. Böyük Qafqaz vilayətində məhz Balakən-Zaqatala inzibati rayon ərazisindəki Filizçay, Katexçay, Kastaq kimi yataqları nəzərə almaqla söhbət 3 rəqəminə uyğun gələcək. Beləliklə, siz variantlarda onu çıxmalısınız. Gündüz qapıcıqda mövcuddur. Burada həm gümüşlü polimetal yatağı var, həm də mis və molibden yataqlarını görə bilərik. Sonra Zaqatal lahıcı çıxa bilərsiniz. Çünki Zaqatal lahıcda biz bayaq dedik, polimetal yataqları var. Məhz Balakən-Zaqatala hissəsində. Filizçay, Katexçay, Kastaq, Mazımçay yatağı. Gəncə fiziki coğrafi rayonu 12 rəqəminə uyğun gəlir. Kiçik Qafqazın şimal-şərqi ölkəmizin ən çox filiz ehtiyatının olduğu ərazidir. Burada Gədəbəy, Daşkəsən rayon arasında kifayət qədər zəngin filiz ehtiyatı var. Eyni zamanda vulkanik yaylada da qeyd edəcəksiniz ki, filiz ehtiyatı var. Beləliklə cavabı biz çıxdaş edəndə B variantı qalacaq. Məhz Ceyrançıl Azunohurda çökmə suxurlar zəngin dediyində filiz yox, qeyri-filiz faydalı qazıntı var. Ceyrançılda həmçinin potensial neft ehtiyatı da var. Yəni kəşf edilib istismar edilməyən neft yatağımız var. Azərbaycanda qış otlaqlarının yerləşdiyi əsas təbii vilayət. Qış otlaqları qışı mülayim keçən, təbii ki, yarımsərə qurşəli iqlimdə olacaq. Xüsusilə də Kürdağarası vilayətində. Buna uyğun cavab B-dir. Ancaq yay otlağı desəydi, söhbət 2000-3000 hündürlüklərindəki Subab av çəmənliklərinə gedir ki, bunda biz Böyük Qafqaz, Kiçik Qafqaz və Naxçıvan dağlıq hissələrində görə bilərik. Onu da yadda saxlayın ki, ölkənin ən böyük yay otlaqları uzun müddət erməni işğal altında idi və söhbət Qarabağ vulkan yaylasından gedir. Davam edək. Antropogen landşaftın geniş yayıldığı fiziki coğrafi rayonlar. Antropogen landşaft insan fəaliyyətidir və biz bunu düzənlik ərazilərdə görürük. Yadda saxlayaq ki, düzən ərazilər içərisində Qanıqaya çay, Samur Dəvəç ovalığı, Lənkəran ovalığı, Gəncə Qazaq, eyni zamanda Araz boyu, Abşeron, Kür-Araz əhalinin sıx məskunlaşdığı ərazidir. Düzən olmasına baxmayaraq Ceyrançıl, Azunohur, Cənub-Şərqi Şirvan antropogen təsirə zəif məruz qalır. Bunun əsas səbəbləri arid iqlim, arid endosin relyef və yaxud da ki, şoranlaşmanın böyük olması, neftin çirklənmə və sərlaxır. Qaldı ki, yüksək dağlıq ərazilər mənimsəməsi çətin olduğuna görə bu ərazilər də əlbəttə ki, antropogen təsirə zəif məruz qalır. Cavab olaraq təbii ki, siz dediyim düzən ərazilərdən B variantını seçə bilərsiniz. Abşeron Qobustan, Abşeron ərazisinə görə, eyni zamanda Qazax Qarabağ fiziki rayonu, Gəncə Qazax Qarabağ düzləri əsasən bu əraziyə uyğun gəlir və Kür-Araz. Davam edək. Azərbaycanda kollektor dilinlər şəbəkəsinin ən sıx olduğu fiziki coğrafi rayon. Kollektor dilinlər şəbəkəsi minerallaşmış quruntuları axıtmaq üçün yaradılır. Belə hidrotexniki qurğular əlbəttə ki, əsasən Kür-Arazdadır. Çünki suvarma, irriqasiya işləri burada təşkil edilir. Torpaqların şorallaşması da burada baş verir. Ölkəmizdə kollektorlardan yadda saxlayın ki, Baş Şirvan kollektoru, Baş Mil Muğan kollektoru, Baş Mil Qarabağ kollektoru, Baş Mil Muğan kollektoru əsasən fərqlənir və digər kollektorlarda mövcuddur. 41. Eyni təbii vilayətdə yerləşən fiziki coğrafi rayonlar. Doğru cavab Y variantı edir.
Araz boyu 10 rəqəminə uyğun gəlir. Kürdağarası vilayətin rayonudur. Kürdürü Şirvan 9 rəqəminə uyğun gəlir. Və bir də Qazax Qarabağ 8 rəqəminə uyğun gəlir və hər üçü Kürdağarası vilayətindədir. Pirqulu, Şirvan, İlisu təbiəti mühafizə obyektlərinin yerləşdiyi fiziki coğrafi rayonlar. Pirqulu Şamaxıdadır və deyəcəksiniz ki, Dağlıq Şirvan fiziki coğrafi rayona aid ediləcək. Şirvan Milli Parkı Cənub-Şərqi Şirvan düzündə, bax bu hissədə. Bu da Kür-Araz fiziki coğrafi rayon ərazisinə uyğun gəlir. Eyni adlı qoruq və milli park yan-yanaşıdır. İlisu qoruğu isə Qaxdadır. Bu isə Böyük Qafqazın cənub yamacında. Qeyd edəcəksiniz ki, Zaqatala Laç fiziki coğrafi rayona uyğun gəlir. Cavabın C variantıdır. Qazax Qarabağ fiziki coğrafi rayonu üçün xarakterik deyil. Qazax Qarabağ 8 rəqəminə uyğun gəlir. Yarımsəhra quruçöl iqlimin yayılması doğrudur. Akkumulyativ relief formaları bu da doğrudur. Gəncə Qazax Qarabağ düzü bu hissələr bilirsiniz ki, düzənlikdir. Akkumulyasiyada düzənliklərdə toplanma prosesidir. Davam edirik. Rütubətlənmə imkan vahiddən böyük olması, bax bu yanlışdır. Xüsusilə də A-da biz yarımsəhra demişiksə, belə ərazilərdə rütubətlənmə adətən 0,3 olur. Suvarma əkinçilik doğrudur. Və əlbəttə ki, yarım səhralarda boz, quru çöllərdə isə açıq şabaldı, landşafta uyğun torpaq tipləri yaranır. 44-də Qonaqkənd və Arazboy fiziki coğrafi rayonlarının yerləşdiyi müvafiq təbii vilayət. Qonaqkənd Böyük Qafqaz vilayətindədir. Arazboy adında fiziki coğrafi rayon isə Kürdağarası vilayətindədir. Buna uyğun cavabı tapacaqsınız. D variantıdır. Neft və təbii qazla zəngin olan fiziki coğrafi rayonlar. Respublikamızda neft qazla zəngin olan Qobustan, Abşeron, bir də Kür-Araz mərkəzi Arandır. Doğru cavab burada axtaranda həmçinin Samur Dəvəçi də qeyd edə bilərsiniz. Çünki onun Siyəzən hissəsi neft qazla zəngindir. Beləliklə, daha zəngin dediyinə görə Qobustan, Abşeron, Kür-Araz olan A variantı doğrudur. Acnohur Ceyrançöl fiziki coğrafi rayonuna aid olanları seçməliyik. 7 rəqəminə uyğun gəlir Acnohur Ceyrançöl. Daşlı və daşlı palçıqlı sellər səciyyədir. Bu doğrudur. Arid Dendasın reliefin yayıldığı ərazilərdə, yəni gilli sular olan ərazilərdə, Acnohur Ceyrançöldə, Qobustanda, Naxçıvanda, daşlı palçıqlı yox, sadəcə necə olmalıdır? Palçıqlı sellər olur. Diqqətsizlik elədik. 2. Qış otlaqları geniş yayılır. Bu doğrudur. Həqiqətən də buranın iqlimi qışın mülayim keçən yarım səhradır və qış otlaqları kimi istifadə edilir. Yay otlaqları isə yüksək dağlıq ərazilərdə 2-3 min metr hündürlüklər. Şirin sulu göllər üstünü təşkil edir. Yoldaşlar, yarım səhralarda bilirsiniz ki, axarsız duzlu göllər olur. Acnohur Ceyrançöldə, burada xüsusilə də Acnohur düzündə Acnohur adında göl var. O da duzludur, tektonikdir. Davam edirik. Yarımsəhra və arid seyrək meşə landşaftı yayılmışdır. Bu doğrudur. Xüsusilə də yarımsəhralar bura üçün əsas səciyyəvi olan landşaftdır. Eyni zamanda arid, quru və seyrək meşələr deyə bilərsiniz. Belə meşələr istər Acnohurdakı Türyançay qoruğunda xüsusilə də arid meşə landşaftı qorunur. Saqqız ağacı, ardıc ağacına ibarət. Eyni zamanda arid ərazilərdə təbii halda bitən, Ceyrançöl üçün endemik olan Eldar şamı da qeyd etmək olar. O həm relik, həm də endemik bitkidir. Ərazisində qoruqlar var, bu da doğrudur. Eldar şamı qoruğu, bir də Türyançay qoruğu. Beləliklə 2, 4, 5 olacaq. Qanıq-Ayçay fiziki coğrafi rayon üçün səciyyədir. Qanıq-Ayçay 6 rəqəminə uyğun gəlir. Kürdağarası vilayətinin tərkibindəki ərazidir. Yayı quraq keçən mülayim isti iqlim səciyyəvidir. Bu ərazidə qışı quraq keçən mülayim isti iqlimdir. Bu tipli ifadələr əlbəttə ki, iqlim gördünsə, iqlim xəritəsini açacaqsan, atlası biraz vərəqləndə bunu görəcəksən.
Xüsusilə də məhz 3 rəqəmini görürsünüz. 3-ü də xəritədən oxusanız qışı quraq keçən silinir. Ya quraq keçən 4-ü o burada deyil. Digər ərazilərdədir. Biri sildiniz. Biri siləndə avtomatik bir olan variantları da silərəm. Bizim üçün artıq avtomatik olaraq 2 doğrudur. Bəli, Qanıq Ərçayda düzən meşə landşaftı üstündür. Bunu da buradan görə bilərik. Düzən meşə biz demişdik ki 9 rəqəminə uyğun gəlir. Onda elə Qanıq Ərçayda görmək mümkündür. Şirin Qurunçlan sətə yaxın olması burada düzən meşə yaradır. Amma 3 yanlışdır. Deməli 2 doğrudursa, 3 avtomatik yanlışdırsa cavabın nə oldu? B variantı. Gətirmə qonuslarının yayılması. Bəli, dağətəyi ərazilərdə biz xüsusilə də Qanıq Ərçayda, Şirvan düzündə, Gəncə Qazax Qarabağ düzündə zəngin gətirmə konusları var. Nədir ki gətirmə konusu? Dağdan düzənə çıxan isə də çayın gətirib topladığı çöküntülərdir. Yelpikvari formada belə konuslar formalaşır. Çayın mənsəbində çöküntüdən toplanması isə o delta idi. Çayların birbaşa kürə tökülməsi yanlışdır. Bu ərazidən axan çaylar Ərçay və Qanıq vasitəsilə Mingəçevirə tökülür. Təsəvvür edin, Qanıq Ərçay çayları ya Qanığa, ya da Ərçaya tökülür. Ərçay özdə Qanığa tökülür və Qanıq vasitəsilə hara töküləcək? Mingəçevir su anbarına. Birbaşa kürə tökülmür. İntrozonal landşaftların olması, bəli. Elə düzən meşə nə deməkmiş? Ölkəmiz üçün introzonaldır. Nədir ki introzonal? Zonal landşaft daxilində ona xas olmayan tamamilə fərqli bir landşaftın yaranmasıdır və onu yaradan yerli amil olaraq Şirin Qurunçlan sətə yaxın olmasıdır. Davam edirik. Deməli, bizim ölkəmizdə düzən ərazilər üçün təbii halda yarım səhra və quru çöl landşaftı səciyyəvidir. Amma qeyd edəcəksiniz ki, əgər düzənliklərdə meşə landşaft yaranmışsa, bu artıq introzonal landşaft hesab edilir. Ona xas olmayan fərqli bir landşaftdır. 8. Kür çökəli təbii vilayəti üçün səciyyəvi torpaq tipləri. Gəlin torpaq tipləri dediyinə görə torpaq xəritəsini açaq. Kür çökəli vilayəti bu ərazidir. Bu vilayət daxilində əsasən 8-9 rəqəmini görəcəksiniz. Bu da boz çəmən torpaq deməkdir. Kür çayın dərəsi boyunca Tuğay meşə altında alluvial çəmən torpaqlar formalaşır. Əlavə olaraq Kür çökəli vilayətin tərkibində biz Ceyrançöl hissədə tünd boz torpaqları və yaxud da ki, Gəncə Qazax tərəfdə xüsusilə də biz qeyd edəcəksiniz ki, açıq şabaldı torpaqları görürük. Tünd şabaldı Ceyrançöl tərəfdə, açıq şabaldı Gəncə Qazax tərəfdə. Cavab, bu arada demədiyimiz bir dənə də torpaq tipi var. Şoran torpaqlardır. Şoran-şörakətli torpaqlarda xüsusilə də daha aşağıda Muğan düzü, Salyan düzü, Cəm-Şərqi Şirvanda xüsusilə daha çoxdur. Burada qumluqlar da görə bilərsiniz. Həmçinin əlavə olaraq buradakı göllərdə bataqlıq çəmən torpaqlarda formalaşır. Eyni zamanda boz torpaqlardan əlavə biz bayaq boz qonur dedik. Bir daha sadaladıq. Davam edək. 49-da əlamətlərin aid olduğu ərazini müəyyən edin. Yerləşdiyi fiziki coğrafi vilayətin ən quraq hissəsidir. Qurunç suları sətə yaxın yerləşmişdir. Çay şəbəkəsi çox zəif inkişaf etmişdir. Bu deyilənlər elə Kür dağarası vilayətinin ərazisindəki cənub-şərqi Şirvana aiddir. Həqiqətən də hər üç ifadə bura uyğun gəlir. A doğru cavabımızdır. 50-də qış otlaqların daha geniş yayıldığı fiziki coğrafi rayonlar. Qış otlaqları yüksək dağlıq ərazilərdədir, yoxsa düzən ərazilərdədir? Bunu bir daha xatırlayaq. Qışlaqlarımız düzən ərazilərdədir. Yüksək dağlıq ərazilərdə isə yay otlaqlarıdır. Beləliklə biz Kür Araz ovağında qışın mülayim keçən ərazi olduğuna görə Ceyrançöldə həmçinin qeyd edə bilərik ki, qış otlaqları mövcuddur. Ceyrançöl, Acnohur və eyni zamanda Kür Arazın digər fiziki coğrafiyanın şəraitə uyğun gəlir. Beləliklə B doğru cavabdır. Kürdür Şirvanda məhz bu hissədir. Həmin ərazilərdə də müəyyən hissələrdə qış otlaqları mövcuddur. Ancaq yay otlaqları deyilərsə yüksək dağlıq ərazilər tutalım. Zaqatala, Lahıcı, Qonaq kəndi, eyni zamanda Gəncə,
Qarabağ dağları, vulkanik yayla, Günit qapıcığı qeyd edə bilərdiniz. Yoldaşlar, bu video izahımız hələlik bu qədər. İnşallah sizlər üçün faydalı oldu. İnşallah ki, bu mövzunun davamını yenə çəkməyə çalışacağım, vaxt ayıracağım. Sizlərə hələlik qarşıdakı dərslərdə uğurlar arzu edirəm. Növbəti video izahlarda görüşənədək. Hələlik.